İnsanlar canlılardan ilhamlanaraq bir sıra texnologiyalar əldə etmişdilər. Belə ki, balıqların hərəkətindən sualtı qayıqları, quşların uçmasına əsaslanaraq təyyarələri, həmçinin yarasa və delfinlərin exolokasiyasından istifadə edərək radiolokasiya qurğularını hazırlamışdılar. Məlumatlara keçməmişdən əvvəl kanala abunə olub bizlərə dəstək ola bilərsiniz. Müasir radiolokasiya qurğularının iş prinsipi elektrik enerjisini müəyyən yarımkeçirici və ferromaqnetik xüsusiyyətlərə malik olan qurğularda radio dalğalarına çevirmək, sonradan gücləndiricilər vasitəsilə bu dalğanı gücləndirərək antena vasitəsilə müəyyən obyektlərə yönəltmək, həmçinin bu obyektdən qayıdan dalğanı analiz edərək obyektin ölçüsünü, sürətini və hərəkət trayektoriyasını təyin etməkdən ibarətdir. Yarımkeçiricilərdə qalium nitrid, qalium arsenid, həmçinin indium fosfid kimi maddələrdən istifadə olunur. Eləcə də qızıl, gümüş və s. bahalı metallar da radiolokasiya qurğularının hazırlanmasında istifadə olunur. Lakin bu qurğuların işləməsi həmişə effektiv olmur. Belə ki, bəzi obyektlərdə anti-radar xüsusiyyətinə malik olan stealth texnologiyaları tətbiq olunur ki, bu texnologiyalarda da karbon lifləri, həmçinin nanoboruları, eləcə də maqnetik xüsusiyyətə malik olan maddələr tətbiq olunmaqla radio dalğalar udulur ki, bu da obyektin yerini təyin etməsində çətinlik törədir. Radio qurğularla yanaşı lidar sistemləri də tətbiq olunur ki, bu sistemlərdə də radio dalğalar əvəzinə lazer işıqlarından istifadə olunur. Lakin bu sistemin baha olması həmçinin hava şəraitindən asılı olaraq iş prinsipi nisbətən aşağı düşür. Belə ki, dumanlı və yağışlı havada lazer işıqları su tamlıları tərəfindən udulur ki, bu da sistemin fəaliyyətinə mənfi təsir göstərir. Azərbaycanda, Qəbələdə Sovet vaxtında böyük bir radiolokasiya qurğusu mövcud idi. Lakin hal-hazırda bu qurğu öz fəaliyyətini dayandırmışdır. Məlumatların davamı üçün videonu bəyənməklə bizlərə dəstək olmağı unutmayın.